Salam yoldaşlar, hər vaxt xeyir olsun. Deməli, sual şəxsi yerinə uyğun olanı tapın. Fiqur məsələlərində, fiqur əlaqələrində təbii ki, ya çöldən içərini alıb, ya içəridən çöl alacaq. Eyni məntiqlə gedərsə, yəni bu bilməməli qaydadır. Burada biz baxası olsaq, 5, 6, 9-dan içəri 90 yazıb, burada 10, 8, 5, 3-dən 300 yazıbdır. Bizə sual şəxsini soruşur. Bu xəttlər sizi çaşdırmasın. Diqqətinizi yayındırmaq üçün təbii salınır bunlar. Gəlin yoxlayaq. 5, 6-ya vursam 30, 39-a vursam 270. 270-i bölsəm, üçbucağın 3 tərəfinə olur neçə? 90. Düz imiş. Tamam. Onu 5-ə vursam eləyir 50. 800-ə vursam eləyir 24. Nəticə deyilir neçə? 1200. 1200-də bölsəm hasilləri təbii ki 4 tərəfə olacaq 300. Mənim getdiyim yol doğru imiş. Artıq ikisini alındı. Keçirəm 3-cüyə. 6-nı vursam 9-a 54. 54 1-ə vursam 54. 0-a vursam 0. Deməli, içəridəki cavab sual işi nə imiş? Sual işarəsi 0 imiş. Bitdi, getdi. Bu qədər. Təkrar deyirəm, bir daha bilin. Çöldəki ədədlə birinə vururuq və bölürük tərəflərin sayına. Vurduq, tərəflərin sayına böldük, eyni zamanda vurduq və 0 alındı. Yəni, misal çətin görünməsin heç vaxtdır. Ən çətin görünən belə misalın bir asan qaydası var, yadda saxlayın. Sağ olun.